وقل رب زدني علما. Məscidin arası ağ məmərlər var da. Ağ məmərdən başlayır. Mən iştihad elədim, qardaş bəyənmədim. Ağ məmərdən məscidin arası başlayır. Hətta şeylər də bastırırlar da orada. Biri var məscid, biri var Kəbə məscidi, biri var Məscidül Haram. Məscidül Haram bir istilahdır. Kəbə məscidi başqa istilahdır. O Kəbə məscidi o ağ mərmərlə olan yerdir. Kəbə məscidi oradır. Amma Məscidül Haram bütün haramın ərazisidir. Hansı ki, bəzi yerdən ən aşağı, ən az yer 11 kilometrdir. Ən az haramın yeri 11 kilometrdir. Bəzi yerlər 25 kilometr, bəzi yerlər 28 kilometr və belə xəritə kimi belə əhatələnir. Yəni, onun bir xəritəsi var haramın. O haram ki, Allah Azze və Cəllə Quranda Məscidül Haram deyib ora. Yəni, İnnəməl müşrikuna nəcəsun fələ yədxulul məscidəl haramə bə'də amihim hədə. Deyir ki, müşriklər nəcisdir. Onlar deyir, bu ildən sonra Məscidül Harama girməsinlər. Və indi söhbət ondan gəlir ki, 100 min namaz bu Məscidül Haramadır, yoxsa Kəbə məscidinədir. Bu arada adına ixtilaf ediblər. Çoxu alimlərin rəyi odur ki, kim ki Məscidül Haramda namaz qılır, 100 min savab var onun. Yəni, burada namaz qılsan, burada 100 min namazın var. Savabın, 100 min savabın var. Yəni, bu çox hətta Şeyx Hovzanda bu görüşdədir. Lakin, İbn-i Hüseymi Rahimullah yox, deyir ki, yox. İbn-i Hüseymi Rahimullah deyir ki, o Kəbə məscidinə aiddir. Yəni, və bu uzun ixtilafdır. Allah bilir, yəni, daha doğrusunu. Və mən bir dəfə baxmışdım, məsələ görürüm, İbn-i Hüseymi Rahimullahın rəyləri daha dəqiqdir. Yəni. Xülasə, əgər imkanın varsa, gelirsən, qılırsan. Əgər imkan yoxdursa, yəni, burada da qılmağın fəzilətdir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem, aleyküm salam, İbn-i Hüseymi Rahimullah deyir ki, deyir, aleyküm salam, aleyküm salam, deyir, hətta insanın imkanı olmasa belə, yəni orada qılmaq, burada qılmağın da xüsusi bir fəziləti var. Yəni, burada qılmaq da onun üçün nədir? Xeyirdir. Bəzi alimlər deyirlər ki, orada izdiham yaratmaqdansa, izdiham vaxtları, indi təbii ki, adam o qədər çox deyil, yəni burada qılmaq daha məsləhətdir. Belə deyən alimlər var. Amma hər halda insan getsə daha yaxşı. Yəni, Ramazan ayında görürsən, güclü izdiham olur. Hamı gedir ora, yəni yığılır ora, biraz da izdiham yaradır. Zavvarlar var. Yəni, məsləhətə görə əməl etmək bəzən daha çox savablı olur. Allah belə daha olsun. Yəni, bizdə bəzən belə bir şey var, qardaşlarda. Bu, çox önəm veriləsi məsələlərdən biridir. Yəni, biz bəzən zahirlə götürürük hər şeyi. Yəni, biz deyirik ki, bu məsələ belə olmalıdır. Başqa cür olsa yaxşı olmayacaq. Və yaxud da savabı az olacaq və s. Bax, İbn-i Hüseymi Rahimullah ümrə əhkamlarında orada buyurur ki, deyir, bax, bir insan gəlir, oruclu ikən, Ramazan vaxtı ümrə edir. Və oruclu ümrə etmək məşəqqətdir ona. Neynəsin? Orucu açıb ümrə etsin, yoxsa gözləsin axşamı, orucunu açsın, sonra geçsin ümrə etsin. Biri var, gəlmişsə, gün ortadır, səhər 10-dur, orucu açırsan ki, rahat olasan, yeyib ümrəni edəsən, yemək yiyəsən və yaxud gümrah olasan, yeyib ümrəni edəsən. Hətta, yəni, halın pisləşməsin və s. Bir də var ki, oruc davam edirsən və o cürə yeyib ümrə edirsən. Və yaxud da ki, gözləyirsən axşamı, axşam orucu açırsan, hansı fəzilətlidir? Səfər açmaq məsləhət. Açmaq daha fəzilətdir. Bax, Ramazan orucunu pozursan, məşəqqət varsa, qeyb ümrəvi edirsən, bu daha fəzilətdir. Amma bizdə necədir? Yox, öl amma pozma. Yəni, bu şəriətə müxalifdir. Biz bəzən bilirik ki, yox, Allah bizim əziyyət çəkməyimizi istəyir. Yox. İnna Allaha yuridu bikumul yusra və la yuridu bikumul usr.
Allah sizin üçün asanlıq, çətinlik istəmir. Bu oruc ayəsindən nazil olur hələ. Oruc ayəsinin axırından nazil olur. Ona görə Şeyx İbn Baz, rahimehullah, Şeyx İbn Baz məğribə 20 dəqiqə yarım saat qalmış, deyir ki, mənə su gətirin. Deyirlər, Şeyx, yarım saat qaldı namaza. Biraz səbirli olun, yəni hələ vaxtı deyil. Deyir ki, hədəkumullah, cibn-i may. Deyir ki, Allah sizə hidayət versin, mənə su gətirin. Deyəndə, biraz sərt deyir də Şeyx. Gedirlər, su gətirirlər. Deyir ki, bu suyu, mən indi məşəqqətdəyəm, deyir. Səfərdən gəlir. Deyir, təzə yarım saat gözləmir. Deyir, bu suyu içib, bunu orucu açmağım, orucu tamamlanmağımdan daha fəzilətlidir. Əgər alimlər nəyə fikir verir? Halbuki, insan əslində necə fikirləşir? Deyəcək, artıq ya, bütün oruc gedib də, canım qutarıb. Elə deyilmi? Amma alimlər bax, qəzaya saxlayır. Açır çünki, leysə minəl birrə əs-siyam fi səfər. Ki, səfərdə oruç tutmaq yaxşı iş deyil. Tək fəzilət yox, ha, qadağa var həm də ona. Əgər kim məşəqqət ola-ola oruca davam edirsə səfərdə, buna qadağa var, şəhəri qadağa var. O qadağaya düşmür şeyh. Bir nəfər kişi yıxılır, sahabələr yığılırlar başın üstünə və Allah Resulü sallallahu aleyhi ve sellem gəlib deyir ki, nə olub buna? Ilə ya Resulallah, o orucdur. Deyir ki, leysə minəl birrə əs-siyam fi səfər. Səfərdə oruc tutmaq yaxşı iş deyil, xeyirli iş deyil. Subhanallah. Başqa hədisdə Abdullah ibn Ravaha ilə Peyğəmbər sallallahu aleyhi ve sellem və başqa sahabələr olanda Abdullah ibn Ravaha ilə Peyğəmbər sallallahu aleyhi ve sellem şiddətli gündə səfərdə oruc uydular. Bəs necə cəm edək? Burada deyir ki, yaxşı iş deyil, burada o yüzdə oruçdur. Başqa hədislərdə ha? Biz Peyğəmbər sallallahu aleyhi ve sellem səfərdə idi, aramızda oruç tutanlar da var idi, tutmayanlar da. Bu hədisi deyirəm, nə? Tutanlar tutmayanları, tutmayanlar da tutanları qıramaz. Hayır, necə cəm eləyək? Bəs burada deyir axı, səfərdə oruç tutmaq yaxşı iş deyil. Bəs necə cəm edək? Məşəqqətə görə deyil. Əhsən. Yəni, oradakı məşəqqət var, tutmursan. Amma oradakı məşəqqət yoxdur, problem yoxdur. O, həmin hədisdir. Deyir, bizdə deyir, yalnız bir səfərdəydik, Allah razı olsun sizdən. Yəni, bəzilərimiz oruc olarız, bəzilərimiz yox. Heç kimi qınamazdı. Yəni, bu deməkdir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ruxsat görüb, lakin oradakı məşəqqət var, aç orucu. Hətta bir dəfə keçən illər bir qardaş xəstələnmişdi Ramazan vaxtı ümrədə. Qardaşlar onun üstünə düşüb qoymurlar oruc açmağa. Ölür, qardaş ölür. Rəngi ruhu ağarır, bəlkə də öləsi idi. Qatəluhu qatələhumullah. Deyir, onu öldürdülər, Allah da onları öldürsün. Deyir, mənə qoymurdular oruc açmağa. Subhanallah. Deyir, ölür qardaş, yəni özündən gedir az qala. Deyirlər, Allahdan qorxar, orucu açmayasın. Bəzən cahillik o belə fəsadlar edir. Allahu aləm. Bir dənə də sual verim elə. Buyurun. Ondan sonra inşallah. Buyurun. Ramazan ayında tutaq da dediyimiz şey orucdur, amma o məşəqqəti yaşayır da, yəni səfərdə də deyil. Bəli. Gözə bilmir. Yəni o cürünə orucu saxlamaq da özü bir şeydir də, problemdir, düzdürmü? Bəli. İnsan açarsa, sonra onun kəffarəsi olaraq 60 gününü tutacaq, yoxsa Yox, günə gün? bir gün. 60 gün yalnız cimaya gəl. Yəni, insan öz yoldaşı ilə yaxınlıq edərsə, yalnız buna gəl 60 gün. Yəni, bir gün qəza edir və o səfərdə orucunu açdığı üçün də sünnəyə isabət etdiyi üçün savab qazanır. Əlavə savab qazanır. Və hətta o orucun savabı ona gəlir. Başqa hədisə görə. Orucun savabı getmir. O tutub və əziyyət çəkib. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mən tərəkə şeyən lillah, avvədəhullah xayran minhum. Deyir ki, əgər kim bir şey Allah üçün tərk edərsə, Allah ondan daha xeyirlisini nəsib edər. Ona görə Allah üçün tərk edirsiniz, yəni onu. Allah üçün olursa daha xeyirlidir, daha sağlıqdır. Və bəzən biz utanırıq. Görürsən ki, çıxmış avtobusda, Ramazan vaxtıdır. Ən çox da ümrələr Ramazanda olur da. Mən ona görə açıram söhbəti. Hətta qardaşlardan əziyyət çəkənlər utanmasın. Oruc açmaq utanmasın. Yəni, cəmaatın qınağından qorxmasın. Düzdür, adam ehtiyat edir. Hamımızda var. Ehtiyat edirik, cəmaatın qınağından qorxuruq. Peyğəmbər sallallahu aleyhi və səlləm belə başına gəlib bu şey. Və Peyğəmbər sallallahu aleyhi və səlləm
Zeydin boşadığı qadınla, Zeyd kim idi? Öz evində böyüyən uşaq idi. Onun boşadığı qadınla evlənmək istəyir, amma içində gizlədirdi. Ki, bir də insanlar nə deyər? Baxın, Allah ayə nazil edir. Deyir ki, sən onunla evlənmək istəyirdin, amma içində gizlədirdin. Deyir ki, Vallahu əhəqqə ən təxşə. Deyir ki, Allah daha haqlıdır ki, ondan qorxasan. Gizlətmə, deyil mi? Problem yoxdur burada. Yəni, haqdırsa haqdır. Təbii ki, hər şey ilə hikmətlə olmalıdır. Yəni, insan gərək həmişə dində nə varsa onu eləsin. Yəni, qınaqdan qorxmasın. Nə qədər ayələr var ki, onlar deyir, gözlərin bərələ qalacağı gündən qorxarlar və insanların qınaqlarını tərk edərlər. Heç kimin qınağından qorxmazlar, qınaq edənlər. Yəni, hətta insanların qınağından qorxmaq şirkdir. İnsan şirkə salır. Falan kəs mənə nə deyər? Eşmə kəs mənə nə deyər? Yəni, onun deməyini Allahın deməyindən üstün tutur. Bu barədə şirk etmiş olur. Ona görə bu mövzunu Şeyx Muhammed İbn Abdülvahhab rahimehullah Kitab Tövhiddə gətirir. Kitab Tövhiddə gətirir ki, deyir ki, insanın öz nəslindən, qınağından qorxub tövhidi qəbul etməməsi. Elə bab açıb. Çoxu insanların haqqa gəlməməsinin səbəbi budur. Haqq mənə nə deyərlər? Mənə nə deyərlər? Bəs demirsən ki, Rəbbi sənə nə deyər? Allah sənə. Bax, bunu həqiqətən insanlara çatdırmaq lazım. Bəzi insanlar var, bu sözü eşidən kimi iman gətirəcək. Bəzi insanlar var, bu söz ona çatan kimi o iman gətirəcək, tutacaq deyəməm. Deyəcək, doğrudan ha, mən bunlardan niyə qorxuram? İstəyirsən, insanların ən güclüsü ol. İstəyirsən, insanların ən varlısı ol. Yenə adam insanların qınağından qorxur, ehtiyat edir. O nəsə insanın içinə salınmış bir xofdur. Allah kimi ki müvəffəq edir, o çıxır. Mənə Vahabi deyərlər, mənə filan deyərlər, mənə şey deyərlər. Bax, nə qədər cahillər var, hamımız da bilirik. Bilir ki, mollalar, yəni fırlar, yəni şey adamlardır. Şarlatandır. %90'ı bilir. Hamı bilir. Amma yenə öz anasını, atasını ona həvalə edir. Vəfat edəndə. Öz yaxınlarını ona həvalə edir. Deyirsən, niyə buna həvalə edirsən? Sən ki bilirsən bunu, əşi mənə qalandan mı edir? Deyəcəklər ki, bu belədir, deyəcəklər bu belədir. Bax, qınaqdan qorxur. Amma bir dənə Bismillah Allah üçün addım atsa, olacaq sələfi. Yəni odur, bax, nə sələflərlə başqalarının fərqi odur. Onlar insanların qınağından qorxur. Qoy desin sənə Vahabi, o sən Vahabi deməklə sən heç nə olmayacaqsan. Yəni insanların qınağı, insanların sözü insana alçaqdır. İnsana alçaldan Allah qaçır.